Keçən videoların birində Galaxy S26 seriyasının smartfonlarının nə zaman təqdim olunacağı barədə məlumat verdim. Bu dəfə isə Galaxy S26 seriyasının smartfonlarının neçəyə satılacağı barədə məlumatı sizə təqdim edirəm. Etibarlı insider olan Quan'dan sözlərinə görə, istehsalçı nəhayət qiymətləri yenidən nəzərdən keçirərək qərara gəlib. Samsung flaqman istisna olmaqla bütün Galaxy S26 modellərinin qiymətini artıracaq. Bu komponentlərin əsasən RAM və yaddaşın qiymətinin artırılması ilə əlaqədardır. Galaxy S26-nın 256 GB-lıq versiyası Avropada 1135 avroya başa gələcək. Bu eyni yaddaş tutuma malik Galaxy S25-dən 95 avro baha olacaq. 512 GB-lıq versiya 1325 avroya başa gələcək. Əvvəlki versiya ilə müqayisədə 190 avro baha. 256 GB-lıq Samsung Galaxy S26 Plus S25 ilə eyni olacaq. 1372 avro. Lakin 512 GB model 1609 avroya satılacaq. Galaxy S26 Ultra-ya gəldikdə isə flaqman daha ucuz olacaq. 256 GB-lıq versiya 1609 avroya başa gələcək. 512 GB-lıq versiya daha ucuz olacaq. Lakin ən yüksək səviyyəli 1 TB-lıq modelin qiyməti isə 2129 avroya satılacaq.